da yine Python programlaştırma diline aittir. Burada da qeyd olunur ki, proqramın icrası zamanı dövrün gövdəsi neçə dəfə icra olunacaq. Bizdə printin nəticəsini, yəni çapın nəticəsini deyil, sadəcə dövrün gövdəsi soruşulur. Bu tiplərdə də yəni i-nin qiymətlərini nəzərə alacaq. Bu başlanğıc qiymətdir, bu son qiymətdir. Bu da ki, addımdır, düzdürmü? Belə yazsaq daha rahat olar. O zaman demək i alacaq 2 qiymətini, addım 2 isə 2 vahid artacaq, olacaq 4. Demək, bir dəqiqə. I bərabərdir 4 də 2 vahid artanda olacaq 6. Demək ki, 3 dəfə dövr etmiş olacaq. İndi sual oluna bilər ki, bəs 6 da 2 vahid artsa olacaq 8? Yox, son dəyəri götürməyəcək. Yəni 8 olsa belə, o qiymət alsa belə, son dəyəri götürməyəcək. Demək, dövrün gövdəsi 3 dəfə icra olunacaq. Amma bu məsələdə bir məqamı demək istəyirəm. Belə də sual ola bilər ki, bəs bizdən dövrün gövdəsi soruşmasaydı, sadəcə printin nəticəsi soruşsaydı, i-nin 2 qiymətində, i-nin 4 qiymətində, i-nin 6 qiymətində 3 dəfə dövrün gövdəsini icra edəcəkdik. Yəni 2 qiymətində k bərabərdir 1 vurulsun 2 olacaqdır. 4 qiymətində, yəni bu oldu 2, k bərabərdir 2 vurulsun 2, 4 olacaqdır. Demək, i-nin 6 qiymətində k bərabərdir 4 vurulsun 2 bərabərdir 8 və forla print eyni istiqamətdə olduğuna görə axırıncı dəyəri 8-i çap edəcəyik. Yox, əgər bu sualı belə də qeyd edim, print dövrün gövdəsində yox, yəni daha doğrusu forla eyni istiqamətdə yox, dövrün gövdəsində olsaydı bu qiymətləri ayrı-ayrı çap edəcəkdi. Yəni qiymətlər olacaqdı 2, 4 və 8. Yəni bu iki varianta da baxdıq ki, belə də qarşımıza imtahanda sual çıxa bilər. Növbəti 4